Məktəb direktorlarının fəaliyyətinin monitorinqini keçirməmişdən öncə məktəb direktorlarının əksəriyyətinin vəzifəyə keçməmişdən qabaq maşınlarını satması, evini satması, özü və ailə üzvlərinin yüksək faizlə kreditlərə girməsinin bir monitorinqi aparılsın. Birinci növbədə vəzifəyə keçən direktorlardan söhbət gedir. Niyə maşınları niyə satırlar? Niyə kredit götürürlər ki? Çünki vəzifəyə keçmək üçün vəzifəyə keçmək lazımdır. Başa düşdümək, vəzifəyə keçən adam gibi kredit götürür. Mən ölkədə ən çox məktəb direktoru hazırlayan bir mütəxəssisəm. Bugün ölkənin hər 4 məktəbin birində ya direktor müavini dərslərinə qoşulanlar, yəni 4 məktəbin birində mənim dərslərimə qoşulan yoldaşlar var. Bugün siz onlara nə dərs keçirsiniz, rüşvət mexanizmini yoxsa? Bəli. Bugün məktəb direktoru arasında kifayət qədər vicdanlı, şəffaf işləyən məktəb direktorlarımız en qədər bunların haqqına girmək olmaz, onların zəhmətini itirmək olmaz. Amma bizim bugün səsi çıxan və idarə üçün, nazirlik üçün, agentlik üçün böyük problem yaradan məktəb direktorları kimlərdir? Həmin direktorlar çıxartmamışdan öncə əvvəlcə bir monitoring keçirilsin. Bunlar direktor keçməmişdən qabaq hansı maşınlarını satırlar, hansı niyə satırlar, niyə kredit götürürlər, orada nə baş verir? Təbii ki, məktəb direktoru keçmək üçün elə-belə olmur. Bunları eləmək lazımdır. Bugün reallıqdır. Niyə də, niyə eləsinlər? Ona görə ki, məktəb direktoru keçmək lazımdır. Başa düşmədim. Məktəb direktoru keçəndə niyə kredit götürməlisən? Məktəbi saxlamaq üçün? Çox maraqlıdır. Cəsarət müəllimdə konkret faktlar istəyir, Bəşərət müəllim. Mən də istərdim ki, monitorinqlər aparılsın. Məktəb direktoru keçən şəxslərin yaxın 1, 2, 3 ay ərzində keçməmişdən öncə baxsınlar, hansı biri ya özləri və yaxın ailə üzvləri banklardan hansı miqdarda kredit götürürlər, banklar özləri və maşınları və evləri niyə satılır? Siz bilmirsiniz niyə? Və nəticəni özləri görəcəkdir. Siz bilmirsiniz də niyə? O ki qaldı 207 nömrəli məktəbin məsələsi ilə bağlı müzakirə aparılır. Çox maraqlı bir haldır. O müəllimə mən müdavimim olmayıb, mənim dərslərimdə olmayıb, amma o şikayəti edən valideynlər özləri deyirlər ki, o müəllimə o məktəbə gələndən sonra rüşvət dayanır, özləri deyirlər. Amma məsələ burada son zəng məsələsidir. Bugün Bakı şəhəri üzrə demək 345-ə yaxın belə bir məktəb var, ümumi təhsil məktəbi və ölkə üzrə isə 4252 məktəb var. Kənd məktəblərini çıxmaq şərti ilə şəhər məktəblərinin hamısında pul toplanır. Bizim vaxtında, mən də olanda toplanır. Yəni bu tədbiri keçirmək üçün. Bu tədbiri keçirməyin, baxın, hesabdan hesaba da, məsələn, tutaq ki, o məktəb direktoru necə ola bilir ki, məktəbdə rüşvəti dayandırıb, pul yığmaları dayandırıb, amma gəldi son zəngdə dayandırıb. Maraqlı məsələdir. Mart ayının sonunda mətbuatda belə bir yazı yayıldı ki, Məktəbəqədər və Təhsil üzrə Dövlət Agentliyi belə bir təlimat verir ki, son zəngdə bütün şagirdlər, məzunlar da içərisində daxil olmaqla məktəbli formasında olacaqlar. Yalnız milli musiqilər səslənəcək, milli musiqi alətlərində istifadə olunacaq, ancaq məktəbin özünün imkanları daxilində olan dekorasiyalarda istifadə olunacaq. Sonra agentlik özü rəsmən təksib elədi, biz belə deməmişik. Belə bir təlimatın verilməsi nə qədər böyük problemdir. Bəşərət bəy deyir ki, bizdən artıq məktəb direktoruna məktəb direktoruna mübarək məlumat verdi. İstinad deyir buradadır, Eşəm əlim. İstinad buradadır, əlindədir, deyir var. Verilib mi? Belə bir təlimat verilib? Bəli, Eşəm əlim. Bu cümlədə bax şəhərlərin Bəli. Dünən hadisə olandan sonra yox, bunu martda vermək lazımdır. Yox, öncədən verildi. Bu bütün məktəblərə göndərildi. Mən dəqiqliklə deyirəm, Bəşərət bəy. Mən sizi başa düşürəm, inzibati işçisiz təksib verməlisiniz. Bugün Bakı şəhərində olan məktəblərin və regional təhsil idarəsində olan məktəblərin heç birinin hünəri deyil ki, regional təhsil idarəsi və Bakı şəhər təhsil idarəsinin razılığı olmadan hansısa bir studiya ilə Bəyə Əmrah bəy çox gözəl vurguladı. Studiya ilə razılığa gəlsin. Və vinetkənin qiymətində hər vinetkədə 10 mat məktəb direktorunundur. Məktəb direktoruna da orada pay verilir. O niyə pay alır ki? Orada da onun şəkli var deyə pay alır. Razılaşma var, Elçin müəllim. Nə tər razılaşma var? Yəni öz şəklinə görə pul alır. Öz şəklinə görə deyil.
məktəbdə, yəni öz məktəbində olan sinifi o productiona yönləndirdiyi üçün 10 manat o alır. təbii Hər ki, şagirdə mən bilmirəm görə. 10 manatdır və saat Sonra kim nə alır? Bu ciddi ciddi biznes varmış. Biz Vinitka çəkdirərdik. Çəkən olardı. Buyurun. Sizin övladınız oxuyur A məktəbində. Bəli. Həmin məktəbə siz valideyn olaraq hətta özünüzün studiyanızsınız, productionınız var. Siz fikirləşirsiniz ki, mən bu sinifə bir hədiyyə edeyim. Övladıma xatir. Pulsuz, parasız biletlə hədiyyə eləmək istəyirsiniz bütün şagirdlərə. Qətiyyən olmaz. Yalnız Bakı Şəhər Təhsil İdarəsinin Tədrisat şöbəsinin razılığını almış studiyalar məktəblərə girə bilər və bilet O barədə məlumat almaq. çəkilmiş hər uşağa görə məktəb direktoru olmaz. Bəzi məktəb direktorları var ki, açıq şəkildə bildirirlər ki, bizə 10 manat deyil, lazım deyil, heç olmasa biletdə 10 manat aşağı qiymət olsun. Bu regionlarda da var. Bu biletdə bazarı mərkəzləşmiş bir bazardır. Bu reallıqdır. Bunu təklif eləmək mümkün deyil.